Az bacı öz uşağımda deyə demirəm. Ülvi kimi uşaq yoxdur. Gecə saat 2-də o gün evə gəlir çöldən. Deyirəm ay bala hardan gəlsən bu vaxt? Deyirəm amma qələt eləmişəm. Bir də bu vaxtda evə gələn deyiləm. Məndən 1000 dəfə üzr istəyibdi. Gecə saat 2-də bu vaxtda insan gələr evə. Bala hardaydın sən? Az yaxşı eləyirəm. Yer get kişini qucaqlayaq da istəyərəm heç gəlmərəm evə. Gah bundan icazə almalıyam. Hardan gəlibsən? Öz işinə qarış. Az bacı, deyinəm bu uşaq söyüş bilir. Mənim uşağım bacı söyüş bilmir. Bir dəfə kimsə gəlib mənə deməyib ki, sənin uşağının ağzından söyüş eşitmişəm. Balacalıqdan böyüyənə qədər. Mən gedirəm PlayStation-a. Sənin payına saat 9-da PlayStation-da olmayan varın yoxuz. Mənim oğlum yer üzünə gələn bir mələkdir. İnan ki maşını var. Uşaqların heç birinin maşını yoxdur dostlarının. Hamını bir-bir düşürdür evə. Ondan sonra qayıdır gəlir öz evinə. Hamını evinə düşürdür mənim balam. Qaqa sənin maşının var da mənim masajıra düşürdə bilərsən evimizə. Qadan qalım yoxdur. Xəstəsən, mən saat taksizadım. Buradan bura mənim evim 1 kilometrdə Neftçilərdə qalıram. Səni bu propka ilə aparacağam masajıra. Get taksi tut get də. Xiyar oğlu xiyar. Cəhənnəmə düşürdə başına qoyduğu taksiyə bax bunun. Aş qərənfil. Bunun bir dənə dostu var Yetka. Saçı uzundaxım. Bütün gün ona məsləhət verir ki, bu matışqa kimi saçını az uzat. Ayıbdır. Yeri saçını bol boks qırtdır. Bu nə saç uzatmısan? Mənim balam kişidir. Qıryətli oğuldu, qıryətli. Mənim oğlumda olan qeyrət kimdə var az? Belə namuslu uşaq görməmişəm. Belə qıryətli uşaq görməmişəm. Burat, sənin Çesenka saçın bombadır da. Mən neyniyim belə saçımı uzadım? Sənin Çesenka saça bəlkə havasın var qaqa. Uzat da. 2-3 aya uzatdım da mən bura.